Azərbaycanla Pakistan arasında əməkdaşlıq müzakirə olundu. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombudsmanı Ecaz Əhməd Qureşini qəbul edib. Mətbuat az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib. Dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb. Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş tutan çoxsaylı ali və yüksək səviyyəli təmaslar, xüsusilə də Azərbaycan, Pakistan və Türkiyə liderlərinin may ayında Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş Nazirinin 8 noyabr, Zəfər gününün 5-ci il dönümünə həsr olunmuş hərbi paradda iştirakı məmnunluqla xatırlanıb. Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun digər sahələrdə əlaqələrin inkişafına həmçinin müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. İki ölkənin ombudsman aparatları arasında əməkdaşlığın öz növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib. Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əsasən dəqiqə. Onlar prezidentin etimadını doğruldacaqmı? Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra rayonların icra başçılarının işdən azad edilməsi və yerinə yeni şəxslərin təyinatı ilə bağlı sərəncamlar imzalayıb. Bütün təyinatların icmalı olaraq bildirir ki, Kürdəmir, Göyçay, Göygöl, Naftalan və Gədəbəy rayonlarının icra başçıları vəzifələrindən azad olunub. Dövlət başçısının sərəncamlarına görə Kürdəmir, Göyçay, Göygöl, Qax, Balakən və Nəsimi rayon icra hakimiyyətlərinə yeni başçılar təyin edilib. Demək olar ki, mütəmadi olaraq ölkə prezidenti tərəfindən icra hakimiyyəti sistemində köklü dəyişikliklərin reallaşmasının şahidi oluruq. İcra hakimiyyəti sistemində daha da uğurlu nəticələr əldə etmək üçün hansı dəyişikliklər edilməlidir? Prezidentin yeni icra başçılarından əsas gözləntiləri nədən ibarətdir? Mövzu ilə bağlı siyasi şərhçi Saila Salahova referansla açıqlamasında Prezident İlham Əliyevin imzaladığı son sərəncamlara əsasən Kürdəmir, Göyçay, Göygöl, Naftalan və Gədəbəy rayonlarının icra başçıları vəzifələrindən azad olunub. Eyni zamanda Kürdəmir, Göyçay, Göygöl, Qax, Balakən və Nəsimi rayonlarına yeni icra başçıları təyin edilib. Bu qərarlar dövlət başçısının icra hakimiyyəti sistemində həyata keçirdiyi kadr yenilənməsi və idarə etmə islahatlarının növbəti mərhələsi kimi qiymətləndirilir. Son illərdə bu istiqamətdə ardıcıl addımların atılması bir daha göstərir ki, ölkə rəhbərliyi yerli səviyyədə idarəçiliyin keyfiyyətini yüksəltmək və dövlət siyasətinin icrasını daha səmərəli təşkil etmək məqsədi güdür. İcra hakimiyyətlərində aparılan dəyişikliklərin əsas məqsədi daha çevik, məsuliyyətli və vətəndaş yönümlü idarə etmə modelinin formalaşdırılmasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, hər bir icra başçısı fəaliyyətini birbaşa xalqla ünsiyyət, şəffaflıq və hesabatlılıq prinsipləri əsasında qurmalıdır. Müsahibimizin qənaətinə görə son illərdə bir sıra rayonlarda həyata keçirilən layihələr, sosial proqramlar və infrastruktur yenilikləri göstərir ki, dövlət siyasətinin uğurlu icrası məhz yerli rəhbərlərin peşəkarlığı və təşəbbüskarlığı ilə sıx bağlıdır. Zəngəzur dəhlizinin açılması, Prezident Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək. Axar az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın UZA agentliyinə müsahibəsində deyib. Dövlətimizin başçısı həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu və ölkənin 9 beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.